Sel gətirən dağ çaylarının çoxluq təşkil etdiyi Qax rayonunda hazırda yarana biləcək sel təhlükəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Bunun üçün Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları bu işlər üçün səfərbər edilib. Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı rayon ərazisindən axan digər dağ çaylarında da bu işlər yerinə yetirilir. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təşkil etmək üçün daş beton bəndlərinin çəkilişi də davam edir. Kürmük çayı, Qap çayı, Zərnə və Qum çaylarında 117,2 min kub məcra təmizləmə işləri görülmüşdür. Əlibəyli və İbaqlı kəndlərini, yaşayış yerlərini, əkin sahələrini sel sularından mühafizə etmək məqsədi ilə cari təmir hesabına 425 kub daş beton bənd tikilmişdir və hal-hazırda da tikinti işləri davam etdirilir. Selə qarşı mübarizə tədbirləri ilə bərabər Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən meliorativ tədbirlər də uğurla davam etdirilir. Suvarma suyunun əkin sahələrinə itkisiz çatdırılmasını təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir. Bundan başqa su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallar beton üzlüyə alınır. Kanalların təmizlənməsində əsas məqsədlərdən biri də suyun maneəsiz axınını təmin etməklə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına nail olmaqdır. İdarənin əsas fəaliyyət istiqamətlərindən biri də Qax şəhər əhalisini fasiləsiz, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməkdir. Bu istiqamətdə də son illər xeyli işlər görülüb. Rayon ərazisində baş vermiş içməli su xəttindəki qəzalar vaxtı-vaxtında aradan qaldırılır ki, bu da əlavə su itkisinin qarşısının alınmasına gətirib çıxarır. 2025-ci ilin 1-ci rübündə vətəndaşların texniki şərt əsasında müraciəti nəticəsində fərdi 33 yaşayış evinə su xətti çəkilmiş və mexaniki tipli D20 sayğac quraşdırılmışdır. Qeyd edək ki, Qax rayonu dağlıq ərazidə yerləşir. Rayonun 19.784 hektar əkin sahələrinin suvarılması 377,3 kilometr torpaq və beton tipli kanallar vasitəsilə həyata keçirilir. 2025-ci ilin 1-ci rübündə Qıpçaq, Almalı, Cəlayer, Heyvalı, Qapıçay, Qorağan, Şotavar, Lələli kanallarında 58,6 min kubmetr lildən təmizləmə işləri aparılıb ki, bu da ümumi kanalların 15,6%-ni təşkil edir.